Bugün yeni bir səfər başlayır. Bugünkü səfərimiz Gürcüstanadır. Ancaq bu səfərimizi digər səfərlərdən fərqləndirən odur ki, 10 nəfərə mən Gürcüstandan hədiyyə gətirəcəm və bu 10 nəfər kim olacaqsa, bu videonun altında YouTube'da minimum büdcə ilə, yəni məqsədim bugünkü səfərdə minimum büdcə ilə ölkə xaricinə necə getmək onları göstərməkdir və bu göstərməkdə məqsəd, yəni insanlara motivasiya olsun, az maaş alan insanlara və yaxud da həyatda ilk dəfə xaricə çıxmaq istəyən insanlara motivasiya olması üçün bu videonu çəkirəm. Və siz şərh olaraq bildirirsiniz ki, mənim təxmini xərcim, yəni dəqiq xərc yazmağa ehtiyac yoxdur. Təxmini xərcim nə qədər olacaq? Yəni təxmini minimum hansı məbləğə mən gedib gələcəm. Və bu videoda onu şərhlərdə yazırsınız. Yaxın olan, yəni əsl olan xərcə yaxın olan 10 insana hədiyyə gətirəcəm. Bu insanları mən 5 nəfər YouTube-dan, 3 nəfər TikTok-dan, 2 nəfər isə Instagram-dan seçiləcək və şərhlərinizi yazın və 10 nəfərə də hədiyyəmi gətirəcəm. Təxmini xərcim nə qədər olacaq? 13-ü gedirəm, 18-i qayıdacam və minimum xərclə çalışacağam gedim. İndi maksimumda hansısa hədiyyə və yaxud bahalı bir şey alacamsa, onları əlbəttə ki, səfər xərclərində aid eləməyəcəm. Ancaq minimum büdcə ilə hansı qiymətdə Gürcüstana 4 günə gedib gəlmək olar, onu altda yazın və 10 şəxsən Gürcüstandan hədiyyə gətirəcəm. Və şərh çox olsa, 500-dən yuxarı insan şərh yazsa, 5 nəfərə də fotostudiyadan, ya öz fotostudiyamızdan fotosessiya hədiyyə edəcəm. Təşəkkürlər, minnətdaram, bizi izləyin. Şərhlərinizi gözləyirəm. Ümid edirəm ki, şərhlərlə bərabər də YouTube-da Java İbadov yazaraq YouTube-da səhifəmizi izləsəz çox sevinərəm. Çünki əsas məqsədim YouTube-u qaldırmaq və YouTube izləyicilərimi sayını artırmaqdır və ümid edirəm ən azı 200 izləyici artsa mənim üçün yetərlidir bu səfər, uğurlu sayılacaq. Dəstəyinizi əsirgəməyin, dəstəyinizi gözləyirəm. Təşəkkürlər, şərhlərinizi də yazın. Qalibi 15-i 0, yəni 12:00-a kimi, gecə 12-yə kimi şərhlər qəbul olunacaq və qalib isə 18-i açıqlanacaq. Teşekkürler.